Əziz tamaşaçılar, təqdim olunan fraqment Fikrət Əmirovun 1001 gecə baletindən idi. 15 fevral tarixi 2014-cü ildə Belarusiyada təqdim olunan bu tamaşa haqda ətraflı söhbət edəcəyik. Əlbəttə ki, studiyamızın qonaqlarını təqdim etdikdən dərhal sonra. Hazırda məmnuniyyətlə biz bunu həyata keçirəcəyik. İlk olaraq xanımlardan başlayaq. Respublikanın xalq artisti, həmin haqqında söhbət açdığımız tamaşanın xoreoqrafı Mədinə Əliyeva. Xoş gördük sizi bir də. Xoş gəlmişsiniz, sabahınız. Tamaşanın quruluşçu rəssamı İnarə Aslanova, sabahınız xeyir. Və əlbəttə ki, bir müddət əvvəl bizim studiyamızda olan həmin səfər haqqında bizə və tamaşaçılara məlumat verən gənc istedad, bir çox beynəlxalq müsabiqələrin laureatı, dirişor Əyyub Quliyev. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Çox sağ olun. Xatırlayırıq, ötən dəfə sizi səfərə yola salanda bu haqda məlumat vermişsiniz. Bu günləri artıq bu reallıqdır. Əgər biz ötən proqramda bu haqda gələcəkdə baş verəcək bir hal kimi danışırdıqsa, bugün reallıq ondan ibarətdir ki, Azərbaycan mədəniyyəti və incəsənəti artıq ölkəmizin hüdudlarına sığmır və bir çox xarici ölkələrdə yaxın və yaxın olmayan bu qonşu dövlətlərdə bizim bu sənət nümunələrimiz təqdim olunur ki, biz fərəh hissi ilə bu haqda söhbət açırıq. Elə Əyyub özü də bir çox Rusiya mütəbər konsert salonlarında, Avropanın klassik musiqinin beşiği sayılan məkanlarda məharətcəsində istedadını nümayiş etdirir və böyük orkestrlərlə birlikdə səhnə paylaşır. Bu günləri bizim qonaqlarımızdır. İstərdik ki, təqdim olunan tamaşa ilə bağlı ətraflı sizin özünüzdən işləyək. Mən əvvəla çox təşəkkür edirəm ki, bugün bizi dəvət eləmişsiniz. İlk təəssüratlarımızı sizinlə bölüşürük. Doğrudan da son həftə ərzində biz çox unudulmaz anlar yaşadıq. Qeyd elədiyiniz kimi Belarusun paytaxtı Minskdə, Belarus Dövlət Akademik Musiqili Teatrında ilk dəfə olaraq ümumiyyətlə Belarusda bizim dahi bəstəkarımız Fikrət Əmirovun 1001 gecə baletin premyerası baş tutdu. Və bu tarixi bir hadisə idi. Çünki dediyim kimi ilk dəfə idi ki, Belarusda bu həyata keçirilirdi. Və burada mən xüsusilə quruluşçu heyəti qeyd eləmək istəyirəm. Yəni, mənim ətrafımda əyləşən insanlar buradan doğrudan böyük əməyi olan, zəhməti olan insanlardır. Bu, bizim Respublikanın xalq artisti və həmən tamaşanın quruluşu baletmeyster Mədinə xanım Əliyevadır. Mədinə xanım həmən musiqili teatrın balet truppası ilə, yəni gənc olmasına baxmayaraq, ilk addımlarını atmasına baxmayaraq, truppanın gəncliyinə baxmayaraq, Mədinə xanım onlarla demək olar ki, il yarım ərzində çox səmərəli bir iş görərək yeni bir quruluş verdi baletə, yeni bir xoreografiya təqdim elədi. Baxın, bir neçə saat ərzində davam edən bu baletin həqiqətən vərsəyə gəlməsində illərlə vaxt sərf olunur. Bəli, çünki burada həm yeni xoreografiya var, həm yeni librettada dəyişikliklər oldu və əlbəttə ki, mən bu gözəl tamaşanın rəngarəng kostyumları, dekorasiyalarını hazırlayan İnarə xanımı qeyd eləməyə bilmərəm. İnarə xanımın da zəhmətini xüsusi qeyd edirəm. Çünki doğrudan da 1001 gecə böyük bir müxtəlif komponentlərin birləşməsindən ibarətdir. Həm parlaq, gözəl bir ehtiraslı bir musiqi, şərq ruhunda incə, gözəl musiqisi, həm gözəl, incə xoreografiya, yəni o koloriti çatdıra bilən, çox təsirli, mənalı, hər addım, hər hərəkəti bir musiqiyə uyğun olan, musiqini yaşadan bir xoreografiya və eyni zamanda gözəl milli geyimlər və kostyumlar, dekorasiyalar, bunlar hamısı bir-birini tamamladı və nəticədə böyük bir bayramın şahidi olduq biz. Və görün, bax, indi biz ekranda izləyirik. Dünyanın bir çox qitələrindən, şəhərlərindən, ölkələrindən dəvət olunmuş balet artistləri bu tamaşada iştirak elədi. Misal üçün, Fransadan olan Mike Bartoş
Demək, bizdə Əlibaba və 40 quldur səhnəsində yer aldı. Yaponiyadan rəqqasə qızda bizdə oynayırdı birinci nağılda. Litvadan balet solisti Şəhrizadə oynuyordu. Yəni bunlar hamısı böyük bir bayrama çevrildi. Nəticədə bütün dünya rəqqasları Azərbaycan musiqisini Minskdə ilk dəfə olaraq təqdim elədi. Beynəlminəl bir layihə. Və istərdik ki, elə Ünal xanımın da fikirlərini özündən eşidək. Min bir gecə baleti Belarus tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılandı. Həm pres konferansda, həm mətbuatda yalnız müsbət, pozitiv fikirlər səsləndi. Gözəl sözlər deyildi və bu bizi çox sevindirir. Qəlbimizi sevinclə doldurur. Və düşünürük ki, növbəti layihələri həyata keçirmək üçün sizi daha böyük stimul yaradır. Söhbətin bu məqamında fraqmenta baxaq həmin o tamaşada, sonra biz şübhəsiz, bəli, sizinlə söhbətimiz davam edəcək. Gəlin birlikdə izləyək. Həqiqətən də sürəkli alqışlara layiq olan bir iş ərsəyə gəlib. Mənə xanım çox diqqətlə izləyirdi. Şübhəsiz həmin o tamaşa təqdim olunanda siz də böyük həyəcan keçirirsiniz. Amma hazırda bu lentiyasını izlədikdə istənilən halda hər hansı bir aktyorun və yaxud da ki, aktrisanın orada artıq və yaxud da ki, ola bilsin əskik hərəkətini yenidən görmədinizmi? Ümumiyyətlə, bax, biz seyr edikdə düşünürük ki, hər şey mükəmməldir və sanki elə belə olmalıydı. Amma əslində bunun arxasında nə boydana böyük əməyə dayanır? Bu şübhəsiz təqdirə layiq olan bir haldır. Bax, bütün o incəlikləri, jestləri, hərəkətləri, davranışı, hətta istiqaməti götürmək, hərəkət etmək ümumiyyətlə maraqlıdır. Olduqca onların üzərində biz işlədik və Eyüp dediyi kimi bir il yarım vaxt çəkdi və bu mənim ikinci işimdir. Belarusiya teatrında 2010-cu ildə biz Arşın Malalan operettasını orada qurmuşduq və bütün rəqslərlə bağlı səhnələri mən qurmuşdum orada və ondan sonra Min bir gecə baletini qurmaq üçün dəvət olundum və truppa ilə yaxından tanış olandan sonra mən başa düşdüm ki, tamamilə ayrı bir tamaşa qurmaq lazımdır, fərqli bir. Ona görə ki, həm truppaya uyğun, onun gücünə uyğun, həm də özümü bir xoreograf kimi sınamaq istərdim və demək istəyirəm ki, bu mənim birinci böyük işimdir. Çox sağ olun. Və demək istəyirəm ki, ilk tamaşadan sonra bu truppa, deməli, bu tamaşa ilə qastrol səfərinə dəvət olunur. Ümumiyyətlə, truppa güclü olanda bu sizin işinizi asanlaşdırır, yoxsa əksinə məsuliyyəti bir qədər də artırır? Bu mexanizm nədən ibarətdir? Necə başlayır? Yox, nə qədər truppa güclüdür, o qədər xoreograf üçün asandır. Bəli, təbii ki, peşəkarlarla işləmək işin asan tərəfidir. Və demək istəyirəm ki, bu truppada konkursun laureatları da çalışır və çox böyük deyil, amma çox
istedadlı truppadır. Bəli. Və istərdik ki, bir qədər də Əyyub bizə tamaşaçılar tərəfindən necə qarşılandı? Bax, bu təəssüratları çatdırsın. Doğrudan da bu həmən o tamaşa göstərilən günlər bizim üçün əsl bayrama çevrildi. İndi Mədinə xanım da, İnarə xanım da qeyd elədilər. Amma siz gərək özünüz orada görəydiniz, iştirak eləyəydiniz ki, Minskdən olan, Belarusdan olan dinləyicilər Azərbaycan musiqisini necə qəbul eləyiblər. 3 gün biz tamaşa göstərdik, 14, 15, 16 fevral və 3 gün ərzində salon tamamilə doluydu. Hətta 14-ü biz tamaşanı bədii şura üçün təqdim eləyirdik. Ona baxmayaraq teatr dinləyicilərin marağını nəzərə alaraq məcbur olub bilet satışını həyata keçirtdi. Yer yox idi deyirsiniz, bir də deyirsiniz ki, gəlib görməliydiniz. Gəlsəydik, harada görəcəkdik? Biz sizin üçün həmən o səhnənin ən gözəl yerində yer ayıracağıq. Amma elə maraqlı danışırsınız ki, sanki elə təəssürat yaranır ki, biz özümüz də həmin tədbirin iştirakçısı olduq. Və biz bunu eynən həmin tamaşanı bu heyətlə əlbəttə ki, özümüzdə də təqdim etmənizi arzulayardıq, istəyərdik. Varmı belə nəzərdə tutursınuz? Ümumiyyətlə, min bir gecə bilirsiniz ki, bizim Dövlət Akademik Opera Balet Teatrında gedir. Tamaşa o demək olar ki, hər ay keçirilir. Bu yeni bir quruluşdur. Biz arzulayırıq ki, əlbəttə ki, bu tamaşa gəlsin Bakıya. Artıq Mədinə xanım qeyd elədi, Yekaterinburqa, Litvaya, Fransaya və Almaniyaya səfərlərə hazırlaşır. Teatr 1001 gecə həmən səfərlərdə iştirak eləyəcək. Və arzulayırıq ki, əlbəttə ki, bu tamaşanı biz Bakıda da göstərə biləyik. Mən çox sevinirəm ki, Bakıdan da bizim qonaqlarımız gəldi. Onu qeyd eləməyə bilmərəm. Bizim Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Sevdə xanım Məmməd Əliyevanın rəhbərliyi ilə delegasiya gəlmişdi. Belarusun Mədəniyyət Naziri, Mədəniyyət Nazirinin müavinləri, bütün rəhbərlik, həm Belarus Opera Teatrının rəhbərliyi tamaşada iştirak elədilər. Onlar dedilər ki, hamı eyni il özdə qeyd elədi ki, Akademik Musiqili Teatrının tarixində belə uğurlu tamaşa hələ olmayıb. Bunun deyilməsi artıq Azərbaycan musiqisinin böyük bir qələbəsidir. Uğurlarınız davamlı olsun. Hər zaman bu uğurların əks sədası dünyanın dörd bir tərəfindən gəlsin. Bu bütövlükdə Azərbaycan mədəniyyətinin təntənəsidir. Biz sizə təşəkkür edirik. Yeni uğurların təəssüratlarını paylaşmaq arzusu ilə yenə də sizi studiyamızda gözləyirik. Çox sağ olun, təşəkkür edirik. Arzu edirik ki, bu yaradıcılıq potensialı heç vaxt sizdə tükənməsin və siz daha böyük uğurlara imza atasınız ki, biz də canlı efir vasitəsilə bunu tamaşaçılara təqdim edək. Necə ki, hazırda biz bunu həyata keçirdik. Bu bölümün artıq vaxtı sona çatdı, amma hələ proqramımızın sonuna qədər xeyli vaxt var. Bizimlə qalın imkan dərəcəsində. Bəli, proqramımızın davamında isə həftənin şənbə səhərindəyikdir. Biz ötən həftəyə boylanacağıq. Ötən həftənin mədəniyyət mənzərəsi də xeyli maraqlı olub.